Heydər Əliyev və müasir Azərbaycan gəncliyi mövzusunda Gənclər Forumu keçirilib. Gənclər və İdman Nazirliyinin, Asan Xidmətin və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan toplantıda Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik prinsipləri, gənclər siyasətinin institusional əsasları, təhsil və insan kapitalının inkişafından danışılıb. Sonra ümumi lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən video çarxlar nümayiş olunub. Ulu Öndərin Azərbaycan gənclərinə göstərdiyi etimad və dəyər bugün də Azərbaycan gənclərinin formalaşmasında çox mühüm bir rol oynamaqdadır. Onun gənclər bizim gələcəyimizdir fikri bugün də Azərbaycan daxilində gənclərə göstərilən etimadın göstəricisidir və təbii ki də bütün gənclərin ən böyük motivasiyasıdır. Və biz də düşünürük ki, bu gəncliyin və bu gələcəyin daha güclü bir şəkildə formalaşması üçün gənc nəslə Heydər Əliyevin dövlətçilik prinsipləri və liderlik ruhu aşılanmalı və təqdim olunmalıdır. Ümumi lider Heydər